Salam xanımlar, kanalıma, yeni vloguma xoş gəlmisiniz. Bugün balıq necə tutulur? Qısa da olsa sizin üçün çəkdim. Xanımlar, bu qabdakı balıqlar talastalov balığı adlanır. Adları belə gedir. 1 kilo yarım, 2 kiloya yaxın idi çəkiləri. Bu gördüyünüz balıqların içində talastalov, çəki balığı, bir də karp var idi. 3 növdə balıq var idi. Ən çoxu da talastalov balığıdır. Suda gəzirlər deyə tutmağa görə suyu da olub palçıq kimi bulanıq. Xanımlar, mənə abunə olmağı unutmayın. Mən də sizin üçün çalışaram, gözəl vloqlar paylaşım. Gündəlik ev işləri, gəzdiyim yerlər, çox gözəl vloqlar hazırlayaram sizin üçün. Xanımlar, bu isə çəki balığıdır. Xanımlar, bu balıqları ona görə tutulub ki, baldızım oğlanlar əskərliyə gedərlər bu ayın axırında inşallah. Allah bütün əskərləri qorusun. Bizim balalar da onların içində. Allah bu soyuqda onlara güc versin. Çox çətindir soyuq havada. Vətən keşiyində dururlar, bizləri qoruyurlar. Allah canlarını sağlam eləsin inşallah. Hər biriləri sağ-sağlam evlərinə qayıtsınlar. Bu isə karp balığıdır xanımlar. İnşallah bu balıqları qonaqlıq süfrəsində bişirərik. Allah nəsib eləsin.
Hər xanımlar, burada Murad bəy mənə kömək eləyir. Pizza hazırlayıram. Onun üçün toyuğun döşətini doğrayır. Ona hər şey maraqlıdır. Mən nəsə iş görəndə gərək mətbəxə gəlsin, baxsın mənə. Mən də uşaqlar üçün isti-isti pizza hazırladım. Pizzanı hazırlamasın digər əvvəlki vloglarımda var. Ona görə daha yenidən çəkmədim. Bugünlük bu qədər xanımlar. Sağ olun. Özünüzə yaxşı baxın. Allah amanında.